Naxçıvanda dəhşətli hadisə 75 yaşlı qadını öldürüb quyuya atdılar və bununla bağlı onun həmcinsi 39 yaşlı qadın saxlanılıb. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində bir nəfərin meyidinin quyudan çıxarılması üçün müraciət daxil olub. Belə ki, xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan, hansı ki içərisində də su olmayıb, çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Quyudan meyidi tapılan qadının qətlə yetirildiyi məlum olub. Ölən şəxs 1950-ci il təvəllüdlü, yəni 75 yaşlı Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi 39 yaşlı Aypara Rüstəm qızı Əskərova saxlanılıb. Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izni itirmək məqsədi ilə meyid quyuya atılıb. Hadisənin pul üstündə törədildiyi iddia olunur.